Passage. Why was Hobbiton built in Matamata, New Zealand? Deyir ki, nəyə görə demək Hobbiton kəndi Matamata'da tikilmişdi, yəni əsası qoyulmuşdu. Dinləmədə görürük ki, deyir ki, in real life Hobbiton was built as a movie set in Matamata. Yəni kino çəkmək üçün istifadə olunurdu. Ona görə də doğru cavabımız olacaq yenə də A variantı. Daha sonra üçüncü sualda after the War of the Ring, yəni War of the Ring'dən sonra, yəni Üzüklərin Savaşından sonra nə baş verirsə onu tamamlayacağıq. The village was restored. Kənd bərpa olundu. Bəli, orada da deyirdi ki, the village was magically restored. Bir doğru olacaq və bir də doğru variant olacaq 4-də. The village had gardens and a golden malern tree. Kənddə deməli bağlar və qızıl malern ağacı var idi. Burada mətndə deyilirdi ki, restored and became more beautiful with gardens and a golden malern tree. Ona görə 1 ilə 4 doğru cavabımız olacaq. Baxaq görə 2 və 3 nəyə görə səhvdir? The village was built as a movie set. Deməli, kino kənd film seti kimi əsası qoyulmuşdu. Bu War of the Ring'dən sonra deyildi. Bu sadəcə olaraq deməli ümumiyyətlə real həyatda olan hadisədən danışırdı. Ona görə bu yanlış variant olacaq. Və 3-də deyir ki, the village never became beautiful again. Kənd bir də heç vaxt gözəl olmadı. Artıq biz bilirik ki, cümlənin içərisində never, hardly, only, less kimi sözlər olanda bu variantların səhv olma ehtimalı daha yuxarıdır. Kənd bir də heç vaxt gözəl olmadı, yox. Orada became more beautiful dediyinə görə 3-də yanlış variant olacaq. Dördüncü sualda true, false, düzgünlərə bir də səhvlərə baxacağıq. 4-ün birincisində deyir ki, real həyatda Hobbiton kəndi Lord of the Rings üçün film seti olaraq əsası qoyulmuşdu. Bu da doğrudur, çünki orada deyirdi ki, Hobbiton was built as a movie set in Matamata for the Lord of the Rings and the Hobbit films. Ona görə 4-ün birincisi doğru olacaq. 4-ün ikincisində deyir ki, the village was magically restored before the War of the Ring. Deməli, burada before var. Deyir ki, kənd War of the Ring'dən daha əvvəl deməli, bərpa olunmuşdu. Ona görə bu yanlış olacaq, çünki dinləmədə deyir ki, after the War of the Ring. 4-ün ikincisi B olacaq. 4-ün üçüncüsündə Hobbiton remains a magical place loved by fans all over in the world və sonuncuda deyir ki, bəli, both in fiction and reality remains a magical place loved by fans all over the world. Bunu tam olaraq eyni şəkildə demişdi. 4-ün üçüncüsü doğrudur və 4-ün dördüncüsündə Hobbits are rude and impolite people. Hobbitlər kobud və nəzakətsiz insanlar idilər. Amma burada yanlışdır, çünki dinləmənin əvvəllərində deyir ki, Hobbits are small, friendly people who love nature. Yəni təbiəti sevən, kiçik və mehriban insanlar idilər. Bu da olacaq B. Daha sonra keçirik short textə. Deməli, gəlin oxuyaq, daha sonra variantlara baxaq. Having computer trouble, where it's a slow system, virus issues or hardware repairs, Byte-Write computer service offers fast, affordable and professional solutions. Deməli, deyir ki, əgər kompüterinizdə problem varsa, sual verir bizə. Deməli, ya da sistemi yavaşdırsa, virus problemləri varsa, ya da deməli proqram təminatında problem varsa, Byte-Write computer servisi sürətli, əlçatan və professional həllər təklif edir. Deməli, burada reklamın əsasında, yəni reklamın məqsədi nədir? Provide computer repair and support services. Yəni, kompüter təmiri və dəstək xidmətini təmin edir. 6-cıda, a company is looking for sales managers for a full-time position. Deməli, şirkət satış meneceri axtarır full-time üçün, yəni bütün gün işləmək üçün. The applicants must have fluent English. Deməli, müraciət edənlərin axıcı ingiliscəsi olmalıdır. Relevant work experience, yəni bununla əlaqəli iş təcrübəsi olmalıdır. And readiness to travel abroad, yəni xaricə səyahət etmək üçün həmişə hazır olmalıdır. Interested candidates are invited to attend the selection process on Sunday from 2 to 5 p.m. Saat 2-dən 5-ə qədər maraqlanan şəxslər deməli iştirak edəcəklər. Yenə də reklamın məqsədi nədir? Offer a job in the company. Şirkətdə iş təklif edir. 7-ci sualda, hello James,
I just heard the great news about your new position and would like to congratulate you. I know how important this job is for you and how much effort you put into achieving it. I hope its opportunity will bring success and happiness in your future. Deyir ki, mən indicə sənin deməli yeni position uşaqlar iş deməkdir. Yeni işinlə bağlı deyir, möhtəşəm bir xəbər eşitmişəm və səni təbrik etmək istəyirəm. Deməli mətnin məqsədi nədir? Təbrik etmək. To congratulate the friend on getting the job. Daha sonra gəlir mətin suallarımız. Mətin suallarında əvvəlcə mətni oxuyaq, tərcümə eləyək, daha sonra keçərik izahlarına. In the 1500s, very few Europeans lived in North America. 1500-cü illərdə çox az Avropalı yaşayırdı Şimali Amerikada. Most stayed near the northeastern coast. Onların əksəriyyəti şimal-şərqi deməli, şimal-şərq sahillərində yaşayırdı. In 1587, about 100 people moved south to Roanoke Island. 1587-ci ildə təxminən 100 nəfər Roanoke adasının cənubuna köçdü. The settlers were not well prepared. Deməli, bura məskunlaşan insanlar çox da yaxşı hazırlaşmamışdılar. Yəni, hazırlıqları yaxşı değildi. They didn't have enough food or seeds. Onların yetəri qədər deməli, qidası və toxumları, tumları yox idi. Their leader, Captain White, returned to England to get supplies. Onların lideri olan Captain White İngiltərəyə həmin ərzaqları əldə etmək üçün qayıdır. But he could only get back to the island after 3 years because of the war started in England. O yalnız 3 ildən sonra geri qayıda bilir. Çünki İngiltərədə deməli müharibə başlamışdı. When he came back in 1590, everyone was gone. O 1590-cı ildə geri qaydanda hər kəs yoxa çıxmışdı. The village was empty with no signs of a fight or what happened. Kənd deyir tamamilə boşalmışdı. Nə bir döyüşdən, nə də ki, nə baş verdiyi ilə bağlı heç bir işarə qalmamışdı. No one knows why the settlers disappeared. Deyir, heç kim bilmir ki, bu deməli sakinlər necə yoxa çıxdılar, yəni niyə yoxa çıxdılar. Years later, new settlers met a Native American group called the Lumbee. Deməli, illər sonra yeni sakinlər yerli Amerikan qrupu Lumbee adlı deməli yerli Amerikan qrupu ilə qarşılaşır. Some Lumbee people had blonde hair, gray eyes and spoke a strange kind of English. Bəzi deyir Lumbee xalqının deməli insanları sarışın saçlıydı, deməli boz rəngdə gözləri var idi və qəribə formada ingiliscə danışırdılar. They said their grandparents talked from a book, maybe meaning they could read. Onlar deyirdilər ki, onların deməli nənələri, babaları kitabdan oxuyurdular. Yəni bu o deməkdir ki, onlar oxuya bilirdilər. People began to wonder were the Lumbee descendants of the Roanoke settlers. Deyir ki, insanlar deyir düşünməyə başladı ki, həmin bu Lumbee xalqı Roanoke-də məskunlaşan sakinlərin əcdadları idi mı? There are no written records, but some Lumbee have last names like Sampson, Dare and Cooper, the same names as the missing settlers. Deyir, hələ də yazılı bir şəkildə sübut yoxdur, amma bəzi deyir Lumbee xalqının əhalilərinin, insanlarının soyadları Sampson, Dare, Cooper'dır. Bunlar da nədir? Həmin bu yoxa çıxmış sakinlərin adları ilə eyni idi. İndi baxırıq mətnə. What is the passage mainly about? Görürsünüz ki, burada mətin Roanoke adası və orada yoxa çıxan insanlardan gedir söhbət. Ona görə doğru cavabımız olacaq elə A variantı. The mystery of an island, yəni adanın sirri. 9-cu sualda the people didn't have enough food, so insanların yetəri qədər qidası yox idi və beləliklə baxırıq həmin o food olan hissəyə. Baxın burada. They didn't have enough food or seeds. Onların yetəri qədər qidası yox idi və sonra nə olur? Their leader, Captain White, returned to England to get supplies. Onların liderləri olan Captain White İngiltərəyə qayıdır ki, qida əldə edə bilsin. Deməli, doğru cavabımız olacaq A variantı. Their leader decided to go back to England to get some. Yəni, biraz əldə etmək üçün. Daha sonra 10-cu sualda choose the correct answer, yəni düzgün cavabı istəyir bizdən. Why did Captain White decided to get back to England? Nəyə görə Captain White İngiltərəyə getməyə qərar verir? Elə həmin sualın indi də belə bu formada. Elə eyni sualdır demək olar ki,
Gəlin baxaq. He wanted to fight against the people in England. O, İngiltərədəki insanlara qarşı, fight against deyirsə qarşı, İngiltərədəki insanlara qarşı döyüşmək istəyirdi. İkincidə deyir ki, there wasn't enough food or seed supply for the settlers. Yəni sakinlər üçün kifayət qədər yemək və tum yox idi. Bu doğru olacaq. Buna bayaq baxmışdıq. Üçüncüdə deyir ki, he heard that the war had started there. O eşidir ki, orada müharibə başlayır. Və dördüncüdə deyir ki, the settlers weren't ready enough. Yəni yetəri qədər hazırlıqlı deyildilər. Ona görə 4-də doğru variant olacaq. Gəlin 1-lə 3-ə baxaq. Yenə həmin hissəyə baxaq. Tam aydın olsun. They didn't have enough food or seeds. Their leader, Captain White, returned to England to get supplies. Yəni, yenə də dediyimiz kimi, ərzaq, qida, avadanlıq əldə etmək üçün qayıdır. Ona görə doğru cavabımız olacaq. Deməli, 1 və 2 və 4 A variantı. 11-ci sualda, choose the false statement according to the passage. Yanlış olanı istəyir bizdən. Baxırıq. Baxın, A variantındakı Baxın, A variantı elə bizdə yenə yanlış olacaq. Çünki deyir ki, Captain White returned from England 3 years before the war started. Yəni, müharibə başlamamışdan əvvəl qayıdıb İngiltəriyə. Amma baxın, burada mətndə deyirdi ki, o İngiltəriyə gedir and he could only get back to the island after 3 years. Yəni, 3 ildən sonra qayıdır, çünki İngiltərədə müharibə başlayır. Amma burada deyir ki, müharibə başlamamışdan 3 il əvvəl qayıdır. Ona görə doğru, səhv cavabımız yenə olacaq A variantı. Bizdən də səhv istədiyinə görə onu götürəcəyik. Daha sonra 12-ci sualda, during the 1500s, only a small number of Europeans resided in North America. 1500-cü illərdə yalnız bir az insan deməli, Şimali Amerikada məskunlaşmışdı. Gəlin baxaq 1500 olan cümləyə. In the 1500 years, very few Europeans lived in the North America. Baxın, eynisini deyir. Sadəcə orada small number of deyir, burada few deyir. Deməli, bir bizdə doğru variant olacaq. İkincidə deyir, Captain White could hardly return back to England. Captain White İngiltərəyə, baxın, mən sizə demişdim ki, cümlənin içərisində hardly varsa cümləni inkara çevirir. O, yəni İngiltərəyə qayıda bilmədi. Qayıda bilmədi deyirsə, bu yanlış olacaq. Çünki biz az öncə burada dedik ki, o yalnız 3 ildən sonra geri qayıda bildi. Deməli, geri qayıda bilir, sadəcə 3 ildən sonra geri qayıda bilir. Ona görə 2 yanlış variant olacaq. 3-də, new settlers met the Lumbee, a Native American people years later. Yeni sakinlər Lumbeelərlə qarşılaşır, yəni deməli, yerli Amerikan xalqıdır. Years later-də, yəni illər sonra onlarla qarşılaşır. Bəli, bu da doğru variant olacaq. Çünki burada baxın. Baxın, years later, new settlers met a Native American group called the Lumbee. Eyni cümləni bu formada verib. Deməli, 3-də doğru olacaq və 4-cü sualda about 100 people refused to move to south of to Roanoke Island. Deyir ki, təxminən 100 insan Roanoke adasına köçməkdən imtina etdi. Burada imtina etdi yox, əksinə təxminən 100 nəfər Roanoke adasına köçməyə qərar verir. Move to South Roanoke Island. Ona görə 4 yanlış variant olacaq. Doğru cavablarımız olacaq 1 və 3. 13-cü testə baxırıq. Buradan artıq qrammatika başlayır. 13-cü sualda correct variant gördüyünüz kimi article-la bağlı düzgün variant istəyir bizdən. To tell the lie ifadəsi yanlışdır. Tell a lie ifadəsi var. Tell the truth ifadəsi var. Bir yanlış olacaq. At an early age. Bəli, biz deyirik ki, insanların yaşından bəhs edəndə əgər yaş dəqiq yaşdırsa, Z article-la istifadə edəcəyik. Dəqiq deyilsə, EN article-la istifadə edəcəyik. Ona görə 2 doğru variant olacaq. 3-cü sualda a hour and a half demək olmaz. Burada səhvlik nədir? Biz bilirik ki, hour sözü H hərfi ilə yazılsa da tələffüzdə hour kimi tələffüz olunur. Və biz də ancaq tələffüzə baxırıq article yazanda. Hour sait olduğuna görə an hour olmalıydı. 3 yanlış variantdır. Daha sonra 4-ə baxacağıq. The South of America, bu doğrudur. Biz demişik ki, cəhətlərdən sonra of gəlirsə və daha sonra ölkə adı gəlirsə, qarşısında mütləq Z artiklı olmalıdır. Və 5-ci sualda The United Kingdom, bəli, biz demişik ki, ölkələrin qarşısında United, Union, State, Federation, Kingdom kimi sözlər varsa, onların qarşısında Z artiklı olmalıdır. Deməli, doğru cavabımız olacaq 2, 4 və 5.
14-cü sualda choose the correct variant in the possessive case, yəni yelik halda olan düzgün variantı istəyir bizdən. Baxırıq. A variantında da Kennedy apostrof s qoyub mention was adorable. A variantı yanlış olacaq. Nəyə görə? Kennedy soyaddır. Əgər soyadların qarşısında z artiklı varsa, biz deyirik ki, bu bütöv ailəni bildirir və bütöv ailəni bildirdiyinə görə cəmdə olur. Bu zaman yelik halımız s apostrof olmalıdır. A variantı səhv. B variantında tomorrow's meeting will be delayed yanlış olacaq. Çünki tomorrow, yesterday və today kimi ifadələrdə yelik hal hər zaman apostrof s olmalıdır. Çünki tomorrow bugün, dünən, sabah sadəcə bir dənədir. Bunları cəmləmək olmaz. C variantında last week Naila was at the dentist s apostrofu görürsünüz burada. Biz bilirik ki at the bakers, at the butchers, at the grocers, at the dentist, at the chemist kimi sözlər, yəni sabit ifadələrimiz var ki, onların yelik halı hər zaman apostrof s olmalıdır. C variantı da yanlışdır. Və Y variantına da baxaq, daha sonra keçərik D variantına. Biz bilirik ki he, she, itə artırılan apostrof s əvəzliyə artırıldığına görə, yəni isim olmadığına görə yelik hal hesab olunmur. Doğru cavabımız olacaq D variantı. Princess gown were prepared before the ball. İndi soruşa bilərsiniz ki, bəs burada s apostrof s var. Biz həmişə deyirik ki, əgər sözün özündə s varsa, biz bunu cəm şəkilçisi kimi götürə bilmərik. Ona görə buna hər zaman apostrof daha sonra s artırmalıyıq. Princess sözündə s sözün özündədir, tərkibindədir. Ona görə biz bunun yelik halını apostrof s-lə düzəltməliyik. 15-ci sualda she saw apple trees in the garden. Bu quantifiers mövzusuna bağlı olan sualdır. Baxın, apple trees cəmdə olan isimdir. Heç bir zaman söz birləşməsində birinci tərəfə baxmayacaqsınız. Cəm isim olduğuna görə ikinci tərəfə, söz birləşməsinin ikinci tərəfinə baxacaqsınız. Cəm isim olduğuna görə biz burada A variantından elot variantını siləcəyik. Çünki biz bilirik ki, elotdan sonra isim gələ bilməz. Elot of olmalıydı. A variantı səhvdir. Daha sonra ikinci tərəfdə isə yenə də cherry trees. Cəmdə olan isim olduğuna görə match cəm isimlərlə işləməz. B variantını silirik. A little cəm isimlərlə işləməz. Y variantını da silirik. Cavab qalır ya C variantı, ya da D variantı. Uşaqlar, bu sizin testlərinizdə də var. Əgər cümlənin içərisində but varsa, bir tərəf o birisi tərəfə hər zaman zidd olmalıdır. Yəni burada deyir ki, o filan qədər alma ağacı gördü bağda, amma filan qədər vişnə ağacı gördü. Deməli, bir tərəf az olmalıdır, bir tərəf də çox olmalıdır. Bir-birinə zidd olmalıdırlar. Several bir neçə, a lot of çoxlu demək olduğuna görə, bunlar ziddiyyət təşkil etmədiyinə görə C variantı səhvdir. Doğru variantımız olacaq D variantı. Many çox, few az. 16-cı sualda it was such interesting article. Baxın, article sözünə baxırıq yenə də. Interesting sifətdir. Özündən sonra gələn sözə baxacağıq. Və burada da bir dənə article var. Deməli, bunların qabağında işlənən elə article-a baxacağıq. Article təkdə olan isimdir. Təkdə olan isim olduğuna görə bunun qarşısında mütləq article olmalıdır. Sadəcə biz burada A variantını siləcəyik. Çünki deməli burada interesting article demək olmaz. Interesting saytla başladığına görə an interesting article olmalıdır. A variantı yanlış. Daha sonra digər tərəfdə yenə article görürük. Article yenə təkdə olan isim olduğuna görə qarşısı boş qala bilməz heç vaxt. C variantını da atırıq. Qalır deməli 3 variantımız. Uşaqlar, bu tipli testlərdə yadınızdadırsa biz deyirik ki, əgər bir əşya ya da ki bir varlıq haqqında ilk dəfə məlumat veririksə, onun qarşısında işlədəcəyik en artiklı. Artıq həmin əşya haqqında ikinci dəfə məlumat veririksə, işlədəcəyik z artiklı. Yəni birinci tərəf olmalıdır en-lə bağlı, ikinci tərəf olmalıdır z. Baxırıq, en və z olan variantımız B variantındadır. Daha sonra keçirik 17-ci suala. Yeni artikel bölməsindəndir. Play gitar. Gitara çalmaq, gitara musiqi alətidir. Biz bilirik ki, play və musiqi alətləri arasına hər zaman z artiklı daxil olmalıdır. Amma demişik ki, play və oyun adlarında, idman adlarının qarşısında heç vaxt artikl qoymaq olmaz. Deməli, birinci tərəf olmalıdır z, ikinci tərəf olmalıdır boşluq. C variantı. 18-ci sualda choose the line of plural nouns, cəm olan isimləri istəyir bizdən. A variantı yanlış olacaq, çünki məhz riyaziyyatlı və biz bilirik ki, fənn adları sayıla bilməyən isimlərdir. Həmçinin burada glass sözü var, stəkan ya da şüşə. Hər iki halda da təkdə olan isimdir, götürməyəcəyik. B variantını saxlayırıq. C variantında illness, xəstəlik
Xəstəlik sözü təkdə olan isimdir. Uşaqlar, bunun arxasındakı s-lər sizi çaşdırmasın. Yadda saxlayın ki, əgər sözün sonunda 2 dənə s varsa, bu heç bir zaman cəm ola bilməz. Ya sayıla bilən tək isimdir, ya da sayıla bilməyən isimdir. Ona görə bunu götürməyəcəyik. D variantında goose, qaz təkdə olan isimdir və eyni şəkildə az öncə dediyim kimi 2 dənə s var sözün sonunda baxın. Address sözü təkdə olan isimdir. Və Y variantında child, uşaq sözü təkdə olan isimdir. Doğru cavabımız olur B. Scissors, qayçı həmişə cəmdə olan isimlərdəndir. Cattle, mal-qara sürüsü həmişə cəmdə olan isimlərdəndir. Flowers və bottlesun arxasındakı da S də onları cəmə çevirib. 19-cu suala baxırıq. Choose the line of uncountable nouns. Bizdən istəyir sayıla bilməyən isimləri. Baxırıq. Food sayıla bilən isimdir. Food'un cəm forması fit. Deməli, cəmlənə bilirsə sayıla bilir. Daha sonra idea demişik ki, istisna sayıla bilən isimlərdəndir. Problem, idea, wish, dream, hope bunlar sayıla bilən istisnalardandır. Və bir də month, ay deməkdir. Biz aylar deyə bilərik cəmləyə bildiyimizə görə. Bunu da siləcəyik. Doğru variantımız qalacaq 2, 5 və 6. 2, 5, 6 D variantındadır. 20-ci suala baxırıq. Düzgün variantı istəyir. Yenə artikllə bağlı bir sualdır. Advice sayıla bilməyən isimdir. Sayıla bilməyən ismin qarşısına heç vaxt artikl qoymaq olmaz. Bir yanlış. Dictionaries cəmdə olan isimdir. Cəm ismin qarşısına heç vaxt artikl qoymaq olmaz. 2 də yanlış. 3 də 3'ü saxlayırıq. 3-də doğru variant olacaq 3. Nəyə görə? Mən təkdə olan isimdir. Tək ismin qarşısına mütləq artikl olmalıdır. Və burada nəyə görə ən artiklı qoymuşuq? Çünki bu söz, yəni dürüst sözü honest kimi tələffüz olunur. Honest. O sait olduğuna görə artikl mı olacaq ən? Demişik, həmişə tələffüzə baxacağıq. Sonra 4 doğru variantda sheep qoyun deməkdir. Qoyun sözünün təki də, cəmi də elə sheep olduğuna görə qarşısında artikl işlədibsə heç bir problem yoxdur. Yəni bu təkdə vermiş ola bilər. Və 5-ci sualda yenə də mən təkdə olan isimdir. Tək ismin qarşısında mütləq artikl olmalıdır. Doğru cavabımız olacaq 3, 4, 5 D variantı. Daha sonra 21-ci suala baxırıq. Yadda saxlayın ki, uşaqlar, quantifiers bölməsinin testlərini işləyəndə, əgər sizə bu formada söz birləşməsi verirsə, yadda saxlayın mütləq. Əgər ifadəmizin içərisində of varsa, ofdan əvvələ baxmalıyıq, of yoxdursa, ən sonuncu sözə baxmalıyıq. Gəlin ən sonuncu sözlərin altından xətt çəkək ki, siz digər variantlarla qarışmayasınız. Buradakı elotov aiddir, ona görə bunu of kimi hesab eləmirik. Və 4-cüdə də eyni şəkildə lots ofdakı lotsun ofudur, ona görə buna da dəymirik. Amma ikinci sualda baxın, piece of. Ofu gördüyümüzə görə ofdan əvvəlki sözə baxmalıyıq. Heç vaxt axırıncı sözə baxmaq olmaz. Burada da deməli yenə də cəmi işarə eləyəcəyik. Və salam, altından xətt çəkəndən sonra gəlin artıq izahlarına baxaq. Few'dan sonra cəm isim gələ bilər. Much'dan sonra sayıla bilməyən isim gələ bilər. A lot of'dan sonra sayıla bilməyən isim gələ bilər. Daha sonra saçdan sonra uşaqlar heç vaxt lots of gələ bilməz. Saçdan sonra ancaq gələ bilər a lot of. Bir-biri ilə sinonimdir, amma saçdan sonra yalnız a lot of gələcək deyə 4 yanlış olacaq və 2-də də only'dən sonra a little gələndə a little'dan sonra sayıla bilməyən isim gəlməlidir. Pieces cəm isim olduğuna görə bu da yanlış olacaq. Doğru cavabımız olur 1, 3 və 5. Daha sonra 22-ci suala baxacağıq. Choose the correct variant in the possessive case. Yelik halı istəyir bizdən. Baxaq. Biz bilirik ki, yelik halda, yəni apostroflu yelik hallarda sözün qarşısında işlənən artikel, rəqəm, kəmiyyət göstərici, yəni quantifiers, bunlar hər zaman birinci sözə görə qoyulur. Gəlin birinci sözlərin altından xətt çəkək. İndi baxaq. Artikeldan sonra tək isim gəlib. Bu doğrudur. Apostrof S-lə düzəlib. İkinci yanlış olacaq. Çünki biz bilirik ki, FU-dan sonra cəm isim gəlməlidir və cəm ismin yelik halı hər zaman nə olmalıdır? S daha sonra apostrof olmalıdır. 2 yanlış. 3-də several students back, several'dan sonra cəm isim gəlməlidir. Student apostrof S yox, S apostrof olmalıydı. 3-də yanlış. Və 4 doğrudur. 2-2'dir. 2-dən sonra cəm isim gəlməlidir. Yəni yelik halı S apostrof olmalıdır. Düppədüz. Heç bir problem yoxdur. Doğru cavabımız olacaq 1 və 4. 23-cü sualda quantifier sualıdır. Baxırıq suala. Brad necə isimdir? Sayıla bilməyən.
Sayıla bilməyən isimlə if-unu işlətmək olmaz. Birinci tərəfdə C-ni çıxdım və severalda yalnız cəm isimlərlə işlənir deyə D variantında çıxdıq. Daha sonra keçirik ikinci tərəfə. Gəlin bir dənə cümləni oxuyaq. Deyir ki, is there bread for having breakfast? Yəni deyir, səhər yeməyi yemək üçün çörək varmı? O da deyir ki, bəli, çox. Narahat olma. Deməli, burada bizdən soruşur ki, çörək varmı? Burada da deyir ki, bəli, çoxdur. Yəni, narahat olma. Birinci tərəfdəki variantlarımız enough ola bilər, a lot of ola bilər. Lot of ola bilməz, çünki lot of deyilən bir ifadə ümumiyyətlə yoxdur. Bu mütləq a lot of olmalıdır. Y variantını atırıq. Və ikinci tərəfdə uşaqlar, söhbət çörəkdən getdiyinə görə biz bura meni verə bilmərik. Meni ilə yalnız sayılmayan isimlər gəlir. Çörək isə sayıla bilmir. Daha doğrusu menidən sonra yalnız cəm isimlər gəlməlidir. Və çörək sayıla bilməyən isimdir. B variantını da ona görə silirik. Doğru cavabımız qalır A variantı. 24-cü sualda bizdən compound nouns, yəni mürəkkəb isimləri istəyir. Gəlin baxaq. A variantında actress sözündə S şəkilçidir. Düzəltmə isimdir. A variantını sildik. B variantında, B variantını saxlayaq, doğru variantımızdır. C variantında researcher, ER burada şəkilçidir, yəni düzəltmədir. Musician sözündə EN şəkilçidir, düzəltmədir. Və burada da ING şəkilçidir. Bunun hamısı düzəltmədir, olmaz. D variantında şın şəkilçisi, isim düzəldən düzəltmə şəkilçidir. D variantı düzəltmədir. Və Y variantında basket sözü uşaqlar sadə sözdür. Ona görə Y variantında atırıq. Doğru cavabımız qalır B variantı. Class və mate sözləri, see və man sözləri, chair və person sözləri. Sonra 25-ci suala baxacağıq və bu da sonuncu sualımızdır. Find the correct synonym pairs. Düzgün sinonim cütlüyünü istəyir bizdən. Small, tiny. Hər ikisində mənası kiçik deməkdir. Sinonim də yaxın mənalıdır. Yaxın mənalı olduğuna görə biri götürəcəyik. İkincidə the same, eyni deməkdir. Different, fərqli deməkdir. Antonim olduğuna görə ikini götürməyəcəyik. Trip, travel, hər ikisi də səyahət deməkdir. 3 də yaxın mənalıdır. Huge, nəhəng, little, balaca, əks mənalıdır. Ugly, çirkin, beautiful, gözəl, əks mənalıdır. Ona görə doğru cavabımız olur sadəcə 1 və 3. Və bir dənə də essenə şəkilə baxaq. Şəkli izah edeyim sizə. Look at the pictures, make up a story to the pictures in the given order. Baxaq. Şəkildə görürük ki, bir atadır və bir qızı var. Mişarla ata taxta kəsir və daha sonra onlar həmin taxtadan quş yuvası düzəldirlər və atası da onu ağaca deməli asır. Və quşlar da görürsünüz bu şəkildə. Quşlar da artıq yuvaya tərəf gəlirlər. Bununla bağlı 35 söz yazmaq lazımdır. Mütləq essedə ad vermək lazımdır və zamanlar və qrammatik quruluş düzgün qaydada olmalıdır. Bu qədər uşaqlar. İzahlarımız bu qədər idi. Əlavə sualınız olarsa rəylərdə qeyd edin. Hələlik.